Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sizlər tərəfindən gələn sualları cavablamağa çalışırıq. Bəzən görürsən ki, qarşı əqidənin sahibi də müəyyən bir şübhə, müəyyən bir sual ünvanlayır. Ünvanlanan sualların içərisində bu yer alır ki, əgər səhabələr Qədir-Xumda əleyhissalama beyyət etmişdilərsə, Peyğəmbərin vəfatından sonra nəyə görə xanım Fatimə yenidən qapı-qapı gəzib insanlardan əleyhissalam üçün beyyət istəmişdi? İlk növbədə bu sual və yaxud şübhə yeni deyil. Tarixən bu şübhəni müxtəlif formada əhl-i sünnə və son zamanlar vəhabilər gündəmə gətirmişdilər. Baxın, mən suala cavab verməmişdən qabaq bu məsələyə işarə etmək istəyirəm ki, əhl-i sünnənin bir çox alimləri bu etiqaddadırlar ki, Allah Rəsulu vəfat etdi elə bir halda ki, özündən sonra hər hansı bir şəxsi canişin olaraq, imam olaraq təyin etmədi. Məsələn, İbn Kəsir Əl-Bidayə və Nəhayə əsərində bu məsələni müzakirə edəndən sonra belə deyir ki, Fəslun və mən təəmməl ma zəkərnahu zəhərə ləhu, bir fəsil açır, bir bölmə açır və deyir ki, mən bu dediklərimdən belə bir məsələ aydın olur ki, və o məsələ bundan ibarətdir ki, İnnə Rasulallah sallallahu aleyhi və aleyhi və səlləm ləm yənussa ələl xilafə əynən li əhədin minən nas. Allah Rəsulu hər hansı bir şəxsi eynən nəs etməmişdir. Yəni, açıq formada deməmişdir ki, məndən sonra filan kəs xəlifədir. La li Əbi Bəkirin qad zəəməhu taifətun min əhl-i sünnə. Nə Əbu Bəkiri barəsində belə demişdi ki, necə ki, bəzi əhl-i sünnə belə zənn edir. Və la li Aliyin kəma yəqulu taifətun minər-rəvafiz. Ya minər-rafizdə. Nə də Əli barəsində belə bir söz deməmişdi ki, necə ki, bunu rafizlər, yəni şiyyələrdir. Bu, əhl-i sünnənin əsas, mühəqqiq alimlərinin sözüdür. Yəni, Peyğəmbər heç kimi xəlifə olaraq təyin etməmişdir. İndi qaydağı məsələyə. Şiyyə deyir ki, xeyr, Allah Rəsulu özündən sonra Əli ibn Əbi Talibi imam və canişin olaraq təyin etmişdi. Və bunu Risalətin əvvəlindən ta sonuna qədər müxtəlif zamanlarda, müxtəlif formalarda çatdırmışdı və ən sonuncu çatdırması isə Qədir-Xumda baş vermişdi. Orada ən sonuncu ayə nazil olur və bütün orada iştirak edən insanların gözü qarşısında Allah Rəsulu buyurur ki, ey insanlar, artıq mən bu ildən sonra sizin aranızdan olmayacağam və məndən sonra sizin canişininiz, rəhbəriniz bu Əli ibn Əbi Talibdir. Bu məsələnin hədis və tarix yönlü tərəfi. Amma məsələ belə qalır ki, bəs niyə görə Allah Rəsulundan sonra belə bir sözü eşidən şəxslər Allah Rəsulunun sözünü deyil, onun sözünün əksini etmişdilər. Burada bir anlaşılmazlıq var. O da bundan ibarətdir ki, sanki Qədir-Xumda bu məsələni izləyən səhabələr hamısı Mədinədə olmuşdur. Xeyr, belə deyil. Baxın, Qədir-Xumda olan şəxslərin müəyyən bir hissəsi Mədinədə olmuşdur. Digərləri də başqa şəhərlərə getmişdi. Bu birinci məsələ. İkinci məsələ isə bundan ibarətdir ki, Allah Rəsulu vəfat etdikdən sonra müəyyən şəxslər, eyni zamanda Əli ibn Əbi Talib, Allah Rəsulunun dəfin işi ilə məşğul olan halda müəyyən şəxslər Səqifəyə tərəf gedərək özlərini rəhbər etmək barəsində müzakirə etməyə başladılar. İndi o müəyyən şəxslər ki,
Əleyhisselamın yanında Peyğəmbərin dəfni ilə məşğul idilər. Onlar nəyə görə bu fikirdə deyirdilər ki, bizə də bir rəhbər lazımdır? Çünki onlar Allah Rəsulunun sözünü eşitmişdilər və bilirdilər ki, ehtiyac yoxdur ki, biz gedək özümüzə bir rəhbər təyin edək. Demək, səqifənin mahiyyəti Qədir hədisinin ört-basdır etmək idi. Nəinki Qədirxumda baş verən hadisəni işıqlandırmaq. Yəni, orada yer tutan şəxslər Qədirxumu qəbul edirdilər və belə bir sözü eşitmişdilər. Lakin onların əsas məsələsi bu məsələni ört-basdır etmək və Allah Rəsulunun sözünün əksinə olaraq müəyyən şəxsləri xəlifə etmək idi. Və biz buna görə görürük ki, müəyyən şəxslər ki, səqifədə sayları az idi, özlərini rəhbər təyin edəndən sonra tam olaraq, məcburi olaraq insanları özlərinə beyyətə səsləmişdilər. Məsələn, Təbəri bu barədə Əbu Mixnəfdən belə nəql edir, məşhur tarixçidir. Deyir, bu zaman Əsləm qəbiləsi Mədiniyə gəlmişdi. Əsləm qəbiləsi əsasən səhrada yaşayan bədəvi ərəblər idi. Deyir, bunlar o qədər sayları çox idi ki, bütün küçə bazarları tutmuşdular. Və bunlar pul arxasında, dünyəvi meyillər arxasında idi. Və bunların əsas istədiyi, məsələn, çörək və qida idi. Bu zaman bunların istəkləri Əbu Bəkir tərəfindən təmin olundu. Fəkanə Ömər yəqul. Bundan sonra Ömər dedi, Ma huvə illa ən rəəytu əsləm fəəykəntu bin nəsr. Elə ki, mən Əsləm qəbiləsini Mədinədə gördüm, yəqinim oldu ki, biz artıq qalib olmuşuq. Baxın, burada artıq çevrilişdən söhbət gedir. Yəni, Allah Rəsulunun fikrinə qarşı çevriliş baş verib. Kimlər tərəfi ilə? Bədəvidə yaşayan şəxslər. Bunlar üçün İslam maraqlı deyildi, bunlar üçün Peyğəmbər maraqlı deyildi, Peyğəmbər nə deyib? Demək, heç Qədirxum günü huzur tapmayan şəxslər gəlir müəyyən şəxslər nə edir? Rəhbər təyin edir. Və eyni zamanda Səhih Buxaridə Ayşə tərəfindən belə bir rəvayət nəql olunur ki, bu zaman xəffəfə Ömərən nas, Ömər insanları qorxuzdu, onların canı ilə təhdid etdi və innə fihim lənifaqən. Onlar arasında da münafiqlik başladı. Niyə? Çünki daxilən deyirdilər ki, Allah Rəsulu belə deyib, qorxularından deyirdilər ki, bəli, biz bu şəxsdən beyyət edirik. Fərəddəhumullaha bizalik. Allah onları bu formada aydınlaşdırdı. Və eyni zamanda nəticə olaraq bu barədə çoxlu sözlər var. Bu zaman orada Qədirxumda yer alan şəxslər yox idi. Çox az şəxslər var idi ki, bunlar adətən dünya malına görə və yaxud qorxu üzündən məcbur qalıb beyyət etdilər. Amma beyyət etməyən şəxslər də var idi. Məsələn, Səid ibn Ubadə. Siz gedin Səid ibn Ubadənin həyatını oxuyun. Deyir, günlərin bir günü Əbu Hənifə bir şiə alimi ilə münazirə edirdi ki, niyə görə Əli ibn Əbi Talib öz həqqini Peyğəmbərdən sonra açıq formada istəmədi? O həmən şəxs buyurur ki, xafə ən təqtuluhul cinnə. Qorxurdu ki, cinlər onu öldürsün. Dedi, necə? Deyir, necə ki, Səid ibn Übadəni bunlar öldürdü və dedilər ki, onu cinlər öldürüb. Bu zaman da Əleyhisselamı öldürüb və onun başqa bir formada örtbasdır edəcəklər. Demək, xanım Fatimənin bugün, yəni Peyğəmbərin vəfatından sonra gəlib insanlardan beyyət istəməyi həmən unudulmuş beyyəti xatırlamaq idi. Necə ki, bu barədə Nəzhətul Hafiz əsərində Əbu Musa deyir ki, Fatimə bint Rəsuləllah insanların qarşısına çıxıb belə dedi. Ənəsitum qavlə Rəsuləllah
yevme gadirhum, siz Allah Rəsulunun qədirxumda dediyi sözü unuttunuz ki, o buyurmuşdu, mən kuntu mövlahu fəəliyyum mövla, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Demək, xanım Fatimənin Peyğəmbərin vəfatından sonra qapı-qapı gəzib onlardan beyət istəməsi həmən unutduqları və yaxud unutmaq istədiklərini yada salması üçün olmuşdu. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.